istəmisiniz. Bu videodan etibarən HTML dərslərinə başlayıram və bu mənim ilk videomdur. Bu dərslər sıfırdan başlayanlar üçündür. Yəni heç bir bilik tələb etmir. Bu dərsdən etibarən və hətta bu dərsdə biz HTML nədir, HTML nə üçün istifadə olunur və veb-saytın əsas strukturunu necə təşkil etdiyini öyrənəcəyik. Bu video, əgər HTML öyrənmək istəyirsənsə, bu video tam sənin üçündür. Elə isə gəlin başlayaq. Birinci dərsimizdə biz HTML nədir də başlayacağıq. HTML əslində qısaldılmış bir formadır. Onun uzun sözləri belədir. Hypertext, Markup Language sözlərinin qısaldılmasıdır. HTML veb-saytın əsas strukturunu və skeletini düzəldir. Yəni, bir veb-saytda gördüyünüz linklər, şəkillər, mətnlər, başlıqlar, düymələr, bunlar hamısı HTML sayəsində qurulur. Yəni, HTML bir proqramlaşdırma dili deyil, bir işarətləmə dilidir. HTML veb-saytı və yaxud da brauzeri deyişib, yəni bu başlıqdır, bu mətindir, bu şəkildir. HTML necə işləyir? HTML tag, etiket adlanan sözlərin içinə yazılır. Taqlar adətən böyük kiçik işarətlərin içinə yazılır. Əksər taqlar açılan, bağlanan taq və yaxud da təkcə açılan taqlar olur. HTML faylları adətən .html yazılır və bitir, sonra da brauzerdə açılır. HTML sənə niyə lazımdır? HTML ilə birlikdə sən öz veb-saytını qurursan, front-end sahəsinə başlayırsan, CSS və JavaScript öyrənməyə addımını atırsan. Hər bir front-end developerın ilk öyrəndiyi şey HTML işarətləmə dili olur. Bunları yadda saxla. HTML veb-saytın quruluşudur. Dizayn CSS ilə edilir, hərəkət isə JavaScript ilə edilir. HTML-siz bir veb-sayt olmur. Və gəldik dərsimizin sonuna. Mənim dərs birimdəki məqsədim nə idi? Sənə HTML-i öyrətmək, taqları, HTML-in əsas strukturunu başa salmaq və bunların sayəsində sən indi HTML-ə giriş etmiş olursan. Əgər videom xoşunuza gəldisə, like atmağı, abunə olmağı və nə olsa daha yaxşı olardı, nə olmasa da olardı deyə bir fikirləriniz varsa, bunları yorumlarda şərh etməyi unutmayın. Dərs 2 gəlməsi üçün də bol-bol like və abunə atmağı unutmayın. Sağ olun, xoşça qalın.